Bir daha salam və bəzi yoldaşlar, bəzi insanlar sual verirlər mənə ki, bəs Süleyman bu iş, çox işlər barəsində qısa bir video çəkmək istəyirəm. Bu barədə biləsiniz, anlayışınız olsun. Yəni ki, Avropada hansı işlər tələb olunur, ən xüsusda çox tələbat çoxdur. Mən deyim, açıqlayım. Birincisi sürücülər. Yəni avtobus sürücüləri, sərnişin daşınma sürücüləri, международник, дальнобойщикlər. Bunlar çox tələb olunur, çox. İkincisi aşpazlar, qaynaqçılar, mebel ustaları, santexniklər, canım desin, bərbərlər, kişi bərbərləri, qadın bərbərləri. Ümumiyyətlə bir video çəkmək istəyirəm, amma indi qısa bir danışıq eləyim bu barədə. Burada, yəni Avropada kişi bərbərləri, yəni bərbər shop, filan, bəsməkan, belə şeylər çox gözəl bir biznesdir, çox gözəl bir işdir. Özünüz üçün də imkan varsa açıb işləyə bilərsiniz və yaxud da kiminsə hansısa bir müdiriyyətin yanında menecerdirsə, kimsə orada işləyə bilərsiniz. Qadın bərbərləri burada çox qiymət verilir, yaxşı. Yəni gözəllik salonları, yəni kim o ləpata salonlar, burada ləpata deyilir də, yəni gözəllik salonu, ləpata salonları gedirsə, mən var belə qıraqdan baxıram, görürəm, gedirəm, şəhərdir, gəzirəm, hər şeylə də maraqlanıram ki, nə cürdür. Həmin ləpata salonlar aça bilərsiniz. Yəni gözəllik salonları, manikür, pedikür, nə bilim, hər şey. Yəni bu Avropada kişi bərbəri və yaxşı ustadan gedir və qadın bərbərxanası, manikürü, pedikürü çox güclü işləyir, çox yaxşı işləyir. Yəni çox xeyirli və necə deyirlər, məhsuldardır, belə deyək. Sonra qaynaqçılar burada yaxşı gedir, dəmirçilər, bənnalar, tikintidə işləmək üçün. Bilmirəm necə Azərbaycanca deyim, armaturşiklər, apolovka quranlar, yəni beton tikintidən əvvəl apolovka qururlar, yəni bünövrə fundament buraxmaq üçün çox yaxşı da pul verirlər. Yəni hər ölkənin özünə görə də, belə deyək, indi yaxşı da pul verirlər. Ən azı tikintidə işləyən insan ən azı 1500 alacaq, ən azı 1500 avro. Bəli. Yuxarısıdakı ustalardır, indi Allah canlarını sağ eləsin, ustalar öz qiymətlərini danışırlar, öyrənirlər. Bərbərlər, qardaşlar, xanımlar, burada bərbər krizis vəziyyətdədir, yəni nə mənada? Qıtlıqdır. Var öz bərbərləri, ancaq bizdə olan bərbər qardaşlar ki işləyir, yəni mən bilirəm ki, Azərbaycanda bizim bərbərlər necə ustadlar və necə deyim, buradakılarla müqayisə eləyəndə bizimkilər maşallah olsun, halal olsun hamısına. Xanımlar da həmçinin gözəllik salonunu, burada düzdür bu necə də süni botik eləyirlər hər şey, yəni onları bilmirəm, yəni burada heç kəs onu eləmir. Yəni Avropada onu heç kəs eləmir. Görməmişəm də, azdır, belə barmaqla sayarsan. Amma təbii yolla, nə bilim, gözəllik salonu, makiyaj, nə bilim, filan, bəsməkan, bir sözlə ləpata salon açsanız, kimsə ola bilər, biznes ledilər var ki, fikirləri var, nəsə eləsin Avropada, yəni bu mümkündür.
Bunun da yolları var. İndi mən düzdür, mən iş düzəldən deyiləm və yaxud da indi suallar tökərlər ki, bəs bu nətər, necə? Mən bilmirəm, amma onu bilirəm ki, tələbat çoxdur. Yəni burada bir belə ləpata salonu olsa, bir bərbər şop olsa, çox normal, qəşəng bir işdir. Sürücülər, qardaş, Avropada sürücü qıtlığıdır, dəhşət dərəcəsində. Dəhşət dərəcəsində. Yaşa da baxmırlar, 60 yaşına kimi götürürlər hər bir firmadan. Bəzi redki firmalar var ki, görürsən 55-əcən, 56-əcən. Amma əksəriyyəti 60 yaşınacan götürür, yəni sürücü. Onu da tapa bilərsiniz, internet var, yəni axtarın. Canım desin sizə, nəmirçilər, dam bağlayanlar, burada gözəl, qiymətli işdir, dam bağlayanlar, mebel ustaları, yəni mebel nə ustaları, mebel, taxta, bu xarrat deyirlər, nə bilim, dülgər deyirlər, nə deyirlər ona, o taxtalar ağızla işləməyə çox qiymətləndirirlər. Canım desin sizə, sonra burada biznes də açmaq olar, belə deyək də, indi baxır kimin nə imkanı var. Amma əsas bu şeylər burada çox yaxşı mən saydığım, yəni ki, aşpazlardır, sürücülərdir, bərbərlərdir, svarşiklərdir, tikintidə beton ustaları, bənalar, fasadçiklər, o fasad vuranlar. Yəni bu tikinti hər bir ölkədə mükəmməl. Yəni bu iş var hər yerdə. Sürücülərdir. Canla başla əgər kimsə bacarırsa, kimsə hansı yolla tapa bilirsə, indi bilirəm, amma necə? Biz bilirik, Süleyman, orada hər şey tələbat var. Necə gələk? Qardaş, necə gələk yolu belədir də. Oturursan, bir həftə, 10 gün, 15 gün internetlə necə qurdalanırsan, girirsən internetə, öyrənirsən, necə yazırlar rezüme, CV göndərirsən, neyinirsən, nə tələb olunur və lazımdırsa canla başla o sizi dəvət eləyəcək və siz gəlib işləyəcəksiniz. Yəni qanun çərçivəsində də belə deyək. Qanundan kənar razılaşmayan, vallahi peşman olacaqsınız, nəysə sübut eləyə bilməyəcəksiniz, qanun bunlar tərəfdədir, belə deyək də. Bizim də hüququmuz var, insan hüququ falan bəs məkan. Amma indi yerlə yersiz bu məsələlər var da, yəni bunu sizə deyirəm. Lazım da gəlmir də, yəni ki, özündən yenə deyirəm, Evrika, nəsə Amerika fikirləşmə. Qanun nə tələb eləyir? Kağız lazım, nə kağızı? Müqavilələr, hansı müqavilələr, necə, nə cür? Müdiriyyət nə tələb eləyir filan, oxuyursan, qəşəng razılaşırsan, razıdırsa sənə göndərirlər, yəni viza, razı deyirlərsə göndərmirlər. Yəni bu şeyləri biləsiniz. Məsləhətdirsə deyəcək ki, bəli, durun gəlin. Məsləhət deyirsə, razılaşmırsınızsa, yəni əlaqəli tanışlıq olandan sonra, yəni bu razılaşma yoxdursa, deyir gəlmə, lazım deyil, yəni mən başqa bir adam axtarır. Mən sadəcə bunları sanıyıram ki, biləsiniz. Biləsiniz ki, belədir, var, iş var. Hər kəs gəlib, məsəl üçün, düzəlib işləyə bilər. Sonra konditerlər, şirniyyat. Bu əsas, bu başqa söhbət. Burada tort bişirənlər, şirniyyat bişir. Bizim şirniyyat, yəni paxlavası, şəkər, burası tortlar. İnandırım sizə ki, burada piştaxtaya çıxmamış satılır. Yəni mən onu bilib deyirəm, dəqiq. Özümdə aşpazam, maraqlanıram. Yəni qonaq gedirəm hansısa kafeyə, məsəl üçün otururam, əylənirəm, baxıram. Çox qiymətlər də normaldır. Yəni sootvestuют, belə deyək də. Bu konditerlər burada da çox güclüdür. Avropada axtarırlar. Yəni axtarırlar deyəndə lazımdır. Bir dənə sonda bir fikir söyleyeyim. Axtarırlar,
istəyirlər filan bəsməkan bu şeyləri açıqlamaq üçün deyim bu söhbəti. Deməli belədir də. Burada iş çoxdur. Niyə görə Avropaya axın çoxdur? Yəni iş çoxdur, iş var, amma gəlmək, getmək və ya filan bəsməkan biraz çətin olur. Belə deyim, burada belə deyil də, mənə bu günlərim bir santexnik lazımdır. Mən məsələn də işçi. Mən yazıram, reklam buraxıram ki, mənə santexnik. Yox, belə işləmir də bu. Burada qanun belədir. Birinci öz əhalisinin, öz ölkəsinin sahəsində öyrənir. Yəni tutaq ki, öz ölkəsində 10 nəfər tapdı da qaynaqçı. Amma nə lazımdır? 30 nəfər. Ondan sonra bu kənar immigrantları qəbul eləməyə bu kağız alır, icazə alır. Belə deyil, hardan gəldin götürdüm. Yox, belə şeylər yoxdur. Özlərində, yəni öz əhalisində əgər bitibsə bu məsələ, yəni yoxdur burada artıq və gedir o immiqrasiya xidmətindən kağız alır, əmək nə bilim o Trudostroystvo inspeksiyadan kağız alır, filan bəsməkan, ondan sonra verir internetə və çox agentlikli var ki, məsəl üçün axtarırlar da, immigrant SNG yazırlar, nə bilim hansı xalqlar var, belə şeylər var, yəni bizə lazımdır Aziyadan olsun, bizə lazımdır Şərq, Vostokdan, onlar olsun, bizə lazımdır. Yəni hər yer, dünyanın hər yerindən gəlirlər, hər cür dəvətnamələr də necə deyirlər, özünə layiqli şəkildə də hansı region, mühit, ölkə danışıqlar aparılır. Yəni ona görə də bu saydıqlarım sənədlərdir. Burada tələbat çoxdur, çox. Yəni ki, həddindən artıq çoxdur. Mən görürəm də, yəni çatışmır. Yəni yaxşı ustadan söhbət gedir. Söhbət burada yəni maşınkanı əlimə tutdun, qırxdun, buraxdın, yox. Yəni yaxşı vizajistdən, yaxşı nə bilim makyaj eləyəndən, yaxşı dırnaq tutandan, nə bilim yaxşı bərbərdən, oğlan kişi bərbərləri, qadın bərbər, bundan söhbət gedir. Belə yəni hamı bu dəqiqə axın tökülər suallar üstümə ki, bu nətər evəs belə filan, yox. Əslan yox, yəni ki, sənətkardan gedir söhbət, sənətkar. Yəni kim sənətkardırsa, kim bacarırsa, kişilər, qadınlar, oğlanlar, qızlar, pajausta, axtara bilərsiniz, var. Bir həftə, 10 gün, heç bir iş o dəqiqə alınmır, belə eləyəsən ki, bir çıtma vırdın alındı, yox. Əziyyət çəkmək lazımdır da, əziyyətsiz heç olmur. Yəni bəhrə görmək istəyirsənsə, nəyinsə bəhrəsini, bir əziyyət çək də, biraz otur yenə bu internetdə. İndi 21-ci əsrdir, əvvəlki kimi deyil ki, kiməsə məktub yazasan, girirsən internetə, kompüter qabağında, telefon, Android, nə bilim o iPhone-lar fərq eləməz. Telefonla girirsən, baxırsan, sual ver, heç kəs bir söz deyim bir də sizə, kiməsə zəng eləyib danışmağa qorxmayın. Bilirsiniz, siz qorxub zəng eləməyəndə, yəni qorxub belə o mənada qorxunc yox. Yəni mən buna zəng eləyim nə deyim filan, belə bir sual çıxır. Qardaş, özün nə fikirləşirsən ki, sən nə axtarırsan burada? İş axtarmırsan, tapmısan da, məsəl üçün deyək ki, qaynaqçı, hansısa bir tikinti müəssisəsinə, kampaniyasına. Lazımdır qaynaqçı, sivariş. Argon, elektro, avtomat, pol avtomat fərq eləməz. Qaynaqçı. Sən nə etməlisən? Baxırsan ki, var da tələb, burada 50 dənə vakansiya var. Sən yaşamaq istəmirsən bəs. Sən demirsən işləmək istəyirəm. Azərbaycanda iş qıtlığıdır, yoxdur, filandır, maaş azdır. Götürürsən sadəcə, ona zəng eləyirsən. Hər kim götürəcək orada. Ola bilər orada menecer olsun, ola bilər orada başqa şey olsun, kimsə də, yəni müdiriyyətdə. Öz fikrini söyləyirsən.
İndi qalır o bir məsəl var da, deyir, bəs nətər zəng eləyir, orada bir ingilisdir, mən onu nətər başa salım. Sən onu başa salmaq üçün, qardaş, belə bir nəsə, Evrika yenə deyirəm, nəsə belə bir fikir söyləmək lazımdır. Sən ona yazırsan WhatsApp, Viber, Telegram. Tərcümə eləyən var da, basırsan klonkanın tərəf, tərcümə elədi teksti, göndərdi ona. Başa düşürsən. Göndərəndə də orada dəqiq göstərirsən ki, mən ingilis dilini bilmirəm, amma gözəl sənətkaram, mənim işlərim var, belə, elə filan bəsməkar. Neçənci dərəcəli, nədir? Bilirsiniz, o SMS-i də oxuyan, o WhatsApp-da oxuyan. Görür ki, bu Azərbaycan ölkəsindəndir, qaynaqçı da 6-cı dərəcəlidir. Gözəl ustadır, yaman özünü tərifləyir filan bəs, amma dil bilmir. Bilirsən, amma buna da işçi lazımdır axı, elə bir işçi. Əgər ona elə bir işçi lazımsa, dil bilməyən, mənim sözümü qulaq asın diqqətlə. Əgər ona o usta, o qaynaqçı, o aşpaz, o nə bilim dülgər, o canım desin sürücü lazımdırsa, o mütləq sizə cavab verəcək. İstəyir ingilis dilində, istəyir rus dilində, istəyir Azərbaycan dilində. Yəni, bu mütləqdir. 100% bu işləyir. O ki, zəng eləmirsən, ötürürsən, deyirsən, yox, bu yox, o birisinə baxın. Qorxma da, bu nə olan şeydir? Bir dənə bu qorxu hissiyyatı, yəni bu, o mənada qorxu deyirəm ki, yəni, birdən zəng eləyərəm, belə olmaz, elə olar. Sən qabaqcadan öz fikrini saxla özündə. Sən bir zəng elə, gör nə deyirlər. Burada var da, tanış, biliş, hamı elə soruşum, götürdüm, bir əmon zəng elədim, dedim ki, bəs belə, mən buyam. Dedim, bəs o ingilis diliyə deyər və yaxud serb dilində və yaxud fransız dilində, sən fransız dedi, mən ona dedim, fikrimi söylədim, indi o başa düşdü, düşmədi, adboy verdi, SMS göndərdi mənə ingilis dilində. Deməli, maraqlandı da, bu kimdir? Sən də ona cavab verdin, ingilis dilində tərcümə. İndi bu dəqiqə, yenə deyirəm, telefonlar da hər şey maşallah, inovasiya yüksək dərəcədədir. Qorxmuyor, zəng eləyin, danışın. Siz zəng eləyəndə o da görür ki, siz ürəkli insansınız. Siz, yəni, o mənada ürəkli ki, siz özünüzə inanırsınız. Bilirsiniz, hər bir usta özünə inanır ki, mən bunu bacarıram. İndi qabaqdakı müdiriyyətə bunu başa salmaq üçün ki, mən bunu bacarıram, səndə gərək bu istək olsun da, münasibət bağlamaq üçün. Yoxsa ki, necə, buna nətər zəng elim, burada yazım, mən rus dilim. İndi, bilirsiniz, mən çox bir-iki video yazında da, video kontentlərdə danışmışam ki, dil vacib deyil. Bəli, dil vacib deyil. Əsas sənin bacarığındır. Dilsiz Almaniyada da işləyirlər. Allaha and olsun işləyirlər. Vallahi, billahi. Mən yenə deyirəm, heç bir milləti heç kəsdən seçmək istəmirəm. Mən elə adamlara rast gəlmişəm ki, özüm şokda qalmışam ki, bu nətər işləyir burada? İşləyir və ailəsini də dolandırır və evə də pul göndərir. Hələ bəziləri var ki, götürür, gətirir yanına ailəsini. Yəni, burada həyəcanlı, qorxulu, nə bilim, ay məni kəsərlər də olur. Nə deyəcəklər ki, götürəcəklər orada nəsə bir, ingiliscə nəsə deyəndə, nəsə bir şeylə, sən öz fikrini bildir. Bəli, Azərbaycanca deyil, dəxli yoxdur. Başa düşürsən, şəkillər, iş şəkilləri, hansı iş şəkillərin varsa, video varsa, göndər. Gördün, adboy verdi, məsələn də, bir də göndər videoları. Bir də ingilis dilində yaz, tərcümədən də keçir, yaz. Bilirsən, siz evdə oturmaqla, bir ildə otursan o kompüterin dalında və o internetin arxasında da belə deyək ki, iş axtarıram, iş var, ancaq mən münasibət bağlaya bilmirəm. Bu sənin mənfi cəhətindir. Çox böyük bir mənfi cəhətindir. Çox böyük bir mənfi. Mən dil bilmirəm, nətər buna başa salım ki, mən işləmək istəyirəm. Sən hələ bilmədiyi buna başa sal da, bir görüm çatdıra bilirsən. Şəkillərdən, videolardan istifadə elə, tərcüməçi o proqramlardan istifadə elə.
Yəni çatdır fikri. O görsün ki, sən bundan əl çəkmirsən. 10 dənə elə bir rezüme, nədir o, CV göndər. 10 dənə kampaniyadan əminəm ki, 8-i sənə dəvət göndərəcək. Mən əminəm, buna 100 bu yoxlanılıb, artıq bu progres keçilib. Bunu mən yoxlamışam. Mən özüm keçirmişəm bunu. 10 dənə kampaniyadan dil bilməyə, mən dil bilməyə, mən də Azərbaycan, Rus dili, indi İngilis dili bu yaxınlarda da, belə deyək, biraz bilirəm. Başa düşürəm, danışıram, başa salıram. Azərbaycan Rus dili bilirdim, Türk dili o heç bizim dildir. 10 dənə kampaniya mən müraciət eləmişəm, 8-i mənə deyib ki, CV at ki, CV göndər, şəkil göndər. Göndərmişəm, baxıb dəvət eləyib. Və sonradan mən özüm öz fikrimi dəyişmişəm, o başqa şeydir. Mən necə yerlər, razı olmuşam ki, mən bunu öz fikrimi çatdıra bilmişəm. Başa düşdünüz nə demək istəyirəm? Qardaşlar, xanımlar, qorxmayın, burada nə var ki, bu telefondur da, burada nə həyəcanlı bir şey var. Azərbaycanca deyin ki, mən I am from Azərbaycan, mən dil bilmirəm, bax belə danışırsan da, deyirsən ki, mən Azərbaycanlıyam, dil bilmirəm, amma ustayam. O da orada başa düşmür axı sən nə deyirsən. Adboy ver, WhatsApp-la göndər, dinə müraciət eləyən mən idim, bax bu mənim əl işlərim, bu. Bilirsiniz, ağlamayana heç vaxt o, deyir, çörək olmur deyirlər, pəpə olmur deyirlər, pəpəş olmur, nəsə belə bir şey. Əgər səndə o çılğınlıq varsa, o alov yanırsa səndə, işləmək alovu, sən ancaq belə söndürə bilərsən onu. Sən ancaq belə fikri çatdıra bilərsən ki, mən işləmək istəyirəm. Mən yenə deyirəm buradan, hamı deyir, iş çoxdur, bunu nətər mən perivodur, bununla nətər danışım mən? Qardaş, Azərbaycanca danış. Başa düşmürsən? Qoy o səni götürsün telefonu, adboy versin. Eybi yox. Keçkinən ikinci varianta, SMS at WhatsApp-a, Telegrama, e-mailinə, elektron poçtuna, Viber-nə. Yəni, elə bir şey yoxdur ki, mümkünsüz. O sənə nəsə cavab yazmır. Ola bilər, o yazar ki, bağışda mənə dil bilən lazımdır ki, dil bilsin. Başa düşdün? Bir də göndər. Deyən ki, mən gözəl ustayam. Bax, mən sənin işi aparacam. Məsələn, mən gözəl ustayam. Bax, belə qaynaqçılığı, belə nə bilim, aşpazlığı, belə bir tikintidə beton buraxmağı falan, fasadlı, sürücülü. Yox, iş çoxdur. Mən necə zəng eləyim? Nə deyim, zəng eləyim, qoy özümə. 85-90% belə fikirləşirsiniz. Mən bilirəm də. Çünki mən də belə gəlmişəm. Yəni, məndən başqa oğlanlar, kişilər də var burada. Hamısından da, onun var, hamısı belə. Mən bunu nətər deyəcəkdim. Amma dedim də, deyir, bilirsiniz, nə isə istəyirsinizsə, əziyyət çəkməlisiniz. Yenə deyirlər, o Stanislavskinin bir yaxşı sözü var, deyir ki, incəsənət qurban tələb eləyir. Həqiqi belədir. İndiki 21-ci əsrdə yaşamaq üçün cırmaqlaşmalısan, çalışmalısan. Heç kəs sənə, nə bilim, evdə otura-otura iş axtarıram, neyniyim, külfət basıb, dolanışıq yox, qiymətlər qalxır, uşaq necə məktəbə gedəcək. Bu fikri, qardaş, Allah hamının köməyi olsun, Allah hamının yar olsun, hamının ruzi bərəkətini çox eləsin. Sən axı buna qarşı heç nə, Ruslarda bir söz var, bir mer primat eləmirsən axı. Sən buna qarşı bu yoxsulluğa görə, bu işsizliyə görə sən bir addım atmırsan. Sən oturmursan ancaq öz xəyalınla danışırsan. Mən zəng eləyərəm, o mənə Azərbaycanca başa düşmür. Azərbaycanca başa düşmür. Qardaş, yenə deyirəm, telefon var, internet var, notebook var. Yazırsan, pozursan, şəkili, video göndərirsən. Bu dəqiqə belədir. Şəkilin çəkir, özün videosunu materir, subtropik də, yəni o aşağıda yazılır. İngilis dilində başa salır ki, qardaş, mən buyam, bu istəyirəm. Mən buna görə sənə zəng eləmişəm, danışa bilmirəm. Amma mən sənətkaram. Mən yenə deyirəm, 10 dənə, 15 dənə, 20 dənə kampaniya sən elənçi elə. Əgər o 20 dənədən
15-i sənə cavab verməsə mənə nə deyirsən deyə. Mən bilirəm də bunu keçmişəm mən özüm. Mən necə dilşünas deyiləm. Mən 150 dənə dil bilmirəm ya da 15 dənə dil bilmirəm. Hani görürsən ki, internet var da, yazıram Azərbaycan dilində və yaxud rus dilində, onu perevod edirəm alman dilinə göndərirəm. Görürəm Qallandiyada, Qalland dilində perevod edib göndərirəm. Görürəm, o da mənə cavab verir ki, bağışlayın, bizə dil bilən lazım. Deyirəm, mən yaxşı. Bu dəqiqə bütün Avropada iş elə sıxıntı var, bu müharibə ilə əlaqədar olaraq da, Ukrayna, Rusiya, sonra deyim, bu İran da təzəliklə başladı, Allah hamısının köməyi olsun. Heç bir torpaqda, heç bir məmləkətdə, yəni müharibə olmasın. Müharibə pis şeydir. Biz öz, necə deyirlər, dərimizdə bunu görmüşük də. Biz 30 il bunun, necə deyirlər, necə pis olduğunu hiss eləmişik öz canımızda, qanımızda. Sözümdən getmir, iş tələbatı var. İş tələbatı var. İşləmək istəyən oğlan lazımdır. İşləmək istəyən xanım lazımdır. Yenə deyirəm, nədənsə qorxu. Qorxu sözü mən onu bilmirəm, necə deyim, çəkinmək də, hə, belə deyək. Yəni, çəkinmək, ay birdən o mənə İngilis dilində nəsə deyər, Rus dilində nəsə deyər. İnandırım sizə ki, bu dəqiqə Avropada, Amerikasından belə, Amerikasından belə, hər bir menecer, hər bir idarədə, kampaniyada Rus dilli adam var. Mütləq şəkildə var. Deyəcək bir dəqiqə, ay moment, Sirvi, oradan çağıracaq başqasını, məsəl üçün bir Azərbaycanlı, bir Rus. Deyəcək, gör bu nə dildə danışır. Alo, alo, hə, filan ki, bu Rus dilində, Rusça bilirsiniz, bəli, bilirəm. Hə, Rusça danışa bilirsən, bəli. Azərbaycanca bilirsən, bəli. Nə deyirsən, nə istəyirsən, bura nə zəng gelirsən, 5 dəfədir bura zəng gelirsən. Hə, bu loru dildə başa salıram da, qardaş. Bunu sizə kim bişirib başa salıb? Heç kim. Hamı da belə, mən bilirəm, ha. Bilirsən, axı eləməmsən. Eləməmsən də bilirsən, ya, amma eləməmsən. Çəkinmisən, qorxmusan, nə bilim, utanmısan, birdən deyərəm, belə bir şey var, deyir, İngilis dilini bilirəm, amma danışa bilmirəm. Belə deyirlər də. Bilirsən, niyə gör? Sən heç onu danışmağa can atmamısan. O ki, bilirsən, o başqa şeydir. Bilirəm, amma danışa bilmirəm. Yəni, başa düşürəm, danışa. Sən bir can at da, eybi yox, sözün səhv olsun. Bir dəfə, 3 dəfə, 2 dəfə, 5 dəfə bu tutuzduracaqsan da bu. Burada nə çətin bir şey var. Vallahi billahi, hamısını qatmışam bir-birinə. Dünya aləm belə mənə maraqlı gəlir ki, bizim millət, bizim xalq çox gözəl xalqdır. Çox, necə deyirlər, ruslarda bir söz var, başqa millətlərə baxanca bizim millət çox naivnidir. Çox naivdir. Mən görmüşəm də, mən hərdən fikir verirəm, başa sallam, belə yox da, məsələn, belə. Bizim millət çox mehriban xalqdır. Necə deyərlər, əl uzadan xalqdır, dostluqda da möhkəmdirlər. İşlərinlə də, əməllərinlə də, yəni, dokazat eləyirlər ki, biz buyuq, biz bacarırıq, biz bacarmasaq bunu eləmirik, biz yəni, şükür Allaha, bu dəqiqə dünya arenasında hansı bir ölkəyə ged, indiki zamandan danışıram, hansı bir ölkəyə ged, Azərbaycan haqqında orada söhbət gedir. Yəni, yaxşı, müsbət. Siyasi tərəfdən də, ədəbiyyat tərəfindən də, tarixi tərəfdən də, filan bəsmə. Yəni, qorxunc eləyib, utancaq olub, ay mən buna necə zəng eləyim, qardaş? Mən dil bilmirəm axı. Sənə qurban olub, sənin başına dönərəm. Bəs sən bu vəziyyətdən necə çıxmaq istəyirsən? Hə? Kiməsə 10.000, 15.000, 7.000, 6.000 niyə görə verirsən? Səni nə məcbur eləyir? Yəni, sən bu hərəkəti eləyə bilmirsən ona görə. Yəni, bu öz fikrini kiməsə çatdıra bilmirsən. Ayıbdır belə şeylər fikirləşmək. Bizə yaraşmır. Mən öz fikrimi sizə bildirirəm ki, mən dil bilməyə elə yerlərə zəng eləyirdim iş üçün. Heç mən bilmirəm, orada mənə nə cavab verir. Amma eləmişəm də, etmişəm. 7-8 yerə zəng eləyirdim, and olsun Allaha, and olsun yeri göyü yaradana.
8-9 bu dəftərçəmdə yazırdım da bu 8-ci 9-a çatmamış birinci zəng eləyirdi. Onu yazmaq istəyirdim, ikinci, üçüncü zəng eləyirdi. Yəni şey eləyirdi. Var da bu işləyir, amma sən heç nə eləməyib oturub fikirləşmək, ay bunu necə ola, sabahat çörəyi necə alacağam, nə bilim siqaret pulu, uşağın məktəb pulu, nə bilim necə olacaq, nətər olacaq. Bu bilirsən özünü içəridə yeyirsən o şeyləri. O dərdlə, fikirlə. Burax da bunu. Burada nə çətin bir şey var ki, bu xarici nömrəyə səndən xahiş edirəm, zəng elə. Bəs salam. Səndən zəng eləməkdir, ondan da sənin zəngini adboy eləməkdir. Yazırsan WhatsApp-ına, yazırsan Telegram-a, o görür ki, bu kimdirsə vacib bir insandır. Da deyən bir görün bu nə istəyir? Burada nə çətin bir şey var. Buna qədər də başa salırlar sizi. Vallahi billahi bu işləyir. Bir proqramist öz proqramını hazırlaşmaq, proqramını satmaq üçün hansı ki dil bilir. Dil bilir, yəni rus dili, ingilis dili, alman dili, ərəb dili, fars dili, nə bilim bir 5-6 dənə, 3 dənə dil bilir. Bir proqramist bir proqramı satmaq üçün elə olur ki 20 dənə, 30 dənə kampaniya müraciət edir, heç kəs onu almır. Onun proqramını almır. Dili də bilir, danışıq qabiliyyəti, intellekti, hər şey var da. Amma almır. Başa düşürsünüz mən nə demək istəyirəm? Vacib dil deyil, vacib sənin ürəyindir. Biraz ürəkli olun. O maşında bir pedal var, qaz. Biraz qazı basın da. Oturmuşsan, tormuza ayağını qoymusan, özün də fikirləşsən ki, sabah mən neynim, uşağın imtihanıdır. Uşaq kətdən getməlidir rayona və yaxud rayondan getməlidir şəhərə. Mən bunu necə yola salım? Ayağı çək də bu tormuzdan. Qaz ver, qaz. İncimi, olan şeyi deyirəm. Allaha and olsun. Mən bilib deyirəm. Hamıya da üst tuturam, hamıya da deyirəm. Heç kəsə pul verməyin. Vakansiya pulla satılmır. Bu Nurjeli bu sizə bu çatmır, yoxsa başım çıxmır. Vakansiya pulla satmır, iş pulla satılmır. İşi pulla satanlar var və işi pulla alanlar var. O da ki, o bir keçən video çıxışında demişəm, biz əksəriyyətimiz özümüz necə deyərlər, o iş düzü qoşanlar, böyük hərflərlə belə iş düz qoşurlar. Onlar üçün deyirəm ki, onlar da biraz şuurlarını işlətsinlər ki, belə deyil də qardaş, 10 minə iş olmur, vakansiya olmur. Əgər o müəssisəyə sənin kimi sənətkar lazımdırsa, sən onu özün eləyə bilərsən də qardaş. Niyə görə 7 min verirsən? Ola bilməz ki, o 7 mini cibində saxlayıb, özün gedəsən, ora baxasan, görəsən nədir, necədir. Viza deyir, ala bilmirəm axı, mənə viza lazımdır. Sən bir onun müdiriyyətindən, menecerlə danışdın bu barədə. Yəni, başa saldın ki, qardaş, mən sənətkaram, bax, əmək qüvvəsində, yəni, əmək iş qüvvəsində belə bir termin var. İndi deyim, baxın. Var alıcı, var satıcı. Sən hansısa bir işə gedirsənsə, sən özünü satmağı bacarmalısan. Sözün əsl mənasında danışıram. Bunun heç bir ikinci bir tərəfi yoxdur. Mən bunu sübut da eləyərəm ki, bu belə olmalıdır. Sən özünü satmağı, sən özünü təklif eləməyi bacarmırsansa, heç kəsə də pul vermək, özü də əziyyətə salmağa dəyməz. Valla, salamatı budur. Yox, əgər sən özünü sata bilirsənsə, işçi qüvvəsi kimi, bir aşpaz kimi, bir qaynaqçı kimi, bir proqramist kimi, bir IT-şnik kimi, bir menecer kimi, bir satıcı kimi özünü satmağı, özünü təklif eləməyi, özünü üzə çıxartmağı, yəni ki, bax, bu piştaxtada mənəm. 5 dənə mal var burada. 5 nəfər adam var. Bu 5-indən də yaxşısı mənəm.
Əgər sən bunu bacarmırsansa, deməli, nə deyim valla, sən satarsan özü belə də iş qüvvəsi kimi, yəni ucuz. Sonra da iş ağırdır, maaş belədir filan. Yəni bunu da bacarmaq lazımdır da. Bunu da geniş ətraflı biraz dedim, qısa olsun, amma partladı mənim içimdə. Birdən coşdum, belə dedim ki, üzr istəyirəm hamıdan. Bu belə işləyir. Avropa belə işləyir. Bəli. Yəni başa düşün ki, siz addım atmasaz, siz 1 santimetr belə qabağa getməsəz, hamısı boş şeydir. Hamısı. Bunu mən sizə deyirəm. Sən addım at da qabağa. Yaxşı, tutaq ki 10 dənə kampaniyanın tutaq da. Mən heç inanmıram elə şeyə, amma yenə də qoy sizin dediyiniz kimi olsun da. Dil bilmirsən, fikirləşirsən ki, zəng eləyim, yaxşı, bu belə də. Zəng eləyirsən, görürsən bir ingilisdə, qardaş, işləmək istəyirəm, iş axtarıram. İnternetdə görmüşəm sizin kampaniyada. O da deyir, nə deyir, başa düşmədim. Tık ad boy ver. Deyirsən, alınmadı. İkincisindən zəng eləyirsən, tık alınmadı. Üçüncüsündən zəng eləyirsən, görürsən, taran, bir dənə Rus oradan sənə deyir ki, ya Azərbaycanlı. Qardaş, nə lazımdır, nə istəyirdi? Что вы хотели? Работать? Да, у нас есть. У нас требуется, например, фланкес. Bilirsiniz? Allah baxır, görür ki, səndən hərəkət, məndən bərəkət. Heç kəsə o Allah bütün millətimizin, yenə deyirəm, canını sağ eləsin. Biz çox ağır günlər çox görmüşük də, yəni bu Sovet dağılandan sonra bu 30 il torpaq necə deyirlər, arzusunda, torpaq alma arzusunda. Yəni deməyim odur ki, biz əziyyətlərə qatlanan şəxslərik də, yəni biz bununla, bu əziyyətlə mübarizə aparmağı bacarmışıq. Həmişə də qalib gəlmişik. Burada nə var ki, belə bir şey? Bir dənə götür zəng elə də, qardaş, niyə sən aparıb kiməsə 10 min verirsən? Bir dənə bunu mənə başa salsan, sən niyə filan kəsə verirsən, hansısa bir maşeynika da, belə deyək, hansısa pul qazancı, o da onun pul qazancıdır, başa düşürsünüz? Kiməsə verirsənsə, niyə sən bunu özün eləyə bilmirsən? Mən başa düş, bu çatmır biraz mənə. Sən axı əziyyət çəkmək istəmirsən, sən istəmirsən kiməsə zəng eləməyə, sən utanırsan, sən çəkinirsən, sən qorxursan, kimsə sənə rədd cavabı versin də, bu versin o birisinə zəng elə, o versin o birisinə zəng elə. Mütləq şəkildə 10 nəfərdən 7-si, 8-i sizə cavab verəcək də, qardaş, 8 nəfəri, 9 nəfəri, nə bilim, ola bilər, onu da tutuzdura bilərsən, hamısı cavab verəcək də. Gördüyün işin şəklini göndər, videosunu göndər. Burada nə var ki, bir problem var burada. Hamı oturub internetin arxasında iş var, çağırıram işə, nə istəyirsiniz, hər şey var da, vakansiya var, adama 10 min verin, gəlin işləyin. Bir fikirləşin də bu. O kimdir ki, siz ona 10 min verirsiniz? Qardaşınızdır, əmi oğludur, bacı oğludur, kimdir o? Verməyin də, bu rüşvətə özünüz örgədirsiniz. Sonra da yenə təkrar edirəm, deyirsiniz ki, getdim filan yerə, jekə getdim 10 manat istədi, getdim filan kəsin yanına 5 manat istədi. Məcbursan verirsən işini aşırmaq üçün. Başa düşürsən? Vermə də, bunu örgətmə də, bunu deməli ağacın o necə deyirlər, kötüyündən çürüyər, belə bir məsələdir, nətərsə düz deyə bilmirəm. Başa düşdün? O baltanın sapı ağacın öz qolundan olur, belə bir söhbətdir, ayısı. Özümüz onu yaradırıq, başa düşürsən? Özümüz o şəraiti yaradırıq, sonra da otururuq, fikirləşirik ki, bu nətər oldu, bu necə oldu, bu niyə, Allah demə, mən bunu kişi kimi pul verdim, getdim, borca, kreditə, sələmiyə, nə bilim, ona yalvardım. Gedib kiminsə qarşısında diz çöküb, bəli, diz çöküb, yalvarıb pul alırsınız. Aparıb onu da verirsən kiməsə, o da qoyur cibinə, kef eləyir, gəzir. Sən də qalırsan işsiz, gücsüz. Amma bir dənə bu telefon, mobil telefonu götürüb, bu internet, notebook, kompüter oturub orada öz fikrini çatdıra bilmirsən. Eləmirsən də. Eləmirsən. Eləmədiyinə görə də budur.
Nəysə, çox istədim qısa olsun, amma alınmadı da. Yəni bu partlayış bəsdir də. Bu nə qədər olar ha? Bu Allah özü kömək olsun. Allah sizə səbir versin. Çalışın, çalışın ki, həmişə necə deyim, özünüz birinci addımı atın. Birinci addımı atın, görün hələ bir necə olacaq. Siz addım atmayandan sonra deyirsən ki, "Ay, mən buna necə eləyim? Nətər eləyim?" Hamıya uğurlar, can sağlığı, Allah köməyiniz olsun. Allah sizə səbir versin. Nə lazımdır, nə sual, mən buradayam, cavab verə bilərəm. Sağ olun.